Azərbaycanda adı Mir ilə başlayan insanları Seyid hesab edirlər. Lakin İslam terminlərində və ərəblərdə Mir ilə başlayan ad heç vaxt olmayıb, indi də yoxdur. Bəs Mir sözü hardan gəlib? Mir sözünün mənşəyinin yəhudilərə aid olduğu söylənilir. Mövzu ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli Kanal 13-ə açıqlama verib. O bildirib ki, Mir sözü ərəb dilində olan əmir sözünün təhrif olunmuş formasıdır. Peyğəmbərimizin ailəsindən olan insanlar, yəni onun nəslindən olan insanlar Seyid kimi məşhur olublar. Seyid Azərbaycan dilinə tərcümə olunduqda ağa mənasını ifadə edə bilər. Mir sözü isə əvvəldə əmir sözü kimi olub, sonradan əmir sözü təhrif olunub mir kimi istifadə olunmağa başlayıb. Bu da hacılara və yaxud da ziyarət etmiş insanlara yox, yalnız və yalnız seyidlərə deyilir. Yəni Peyğəmbər nəslindən olanların adının qarşısına əmir əlavə olunub, yəni ağa, cənab, üstünlüyünü ifadə eləmək üçün hörmət əlamətini bildirir. Ona görə də mir sözünün işlənməsi bir sayğı əlaməti olarsa, bunun dinlə heç bir ziddiyyəti yoxdur. Yəni bu Peyğəmbər ailəsindən olan insanları başqalarından fərqləndirir müəyyən qədər və əslində bu ayrı-seçkilik salınması deyil, sadəcə olaraq Peyğəmbər nəslindən olanların daha məsuliyyətli olmasına sövq edir onları. Bəzi rayonlarda ağa deyirlər seyidlərə, bəzi yerlərdə elə seyid sözünü əlavə edirlər adının qarşısına, bəzi yerlərdə mir sözü əlavə olunur. Təbii ki, bu dini mətnlərdə heç bir belə bir hədislərdə qeyd olunmayıb ki, bunlar əlavə olunsun. Sadəcə əsrlər keçib və insanlar o seyidlərə hörmət əlaməti olaraq onların adının qarşısında bu sözləri işlədiblər.